Hər vaxtınız xeyir olsun dəyərli insanlar, dəyərli Azərbaycan xalqı. Son günlər hər birimizin məlumatı var ki, Ramiz Mehdiyev haqqında müxtəlif fikirlər irəli sürülür. O dövlətə xəyanətlə günahlandırılır və yaxud da mülkləri, malları müsadirə olunur. Hansı deputat onun haqqında nələr deyib, zamanında hansı məmur nələr deyib və yaxud da indi nələr deyib və sairə var. Ümumiyyətlə son günlər ölkə gündəmini, həm sosial medianı, həm digər insanlar arasında gedən söhbət təkcə Ramiz Mehdiyev haqqındadır. Və bundan əlbəttə razıyam ki, vaxtilə dövlətin yüksək bir vəzifəsinə yiyələnmiş bir şəxsin indi dövlətdə xəyanətlə ittiham olunması önəmli bir məsələdir. Olduqca önəmli bir məsələdir və bu məsələni həm cəmiyyət olaraq, həm siyasətçilər olaraq, media orqanları olaraq müzakirə etmək normaldır, etmək lazımdır. Mən bununla razıyam. Amma razı olmadığım bir məsələ var. Niyə biz cəmiyyət olaraq, xalq olaraq təkcə bu məsələdən söhbət getmir. Ümumiyyətlə hər hansı bir hadisə baş verən zaman 3 gün, 5 gün müəyyən bir müddət ərzində müzakirə olunur məsələ və salam. Sonra yaddan çıxır ki, hər öz işi ilə məşğul olur. Yenə də problemlər eyni olduğu səviyyədə qalır, problemlər daha da artır. İnsanların problemi daha da artır, amma o problemlərdən bir nəfər çıxıb özünə haqqını tələb eləyir, nə də o problemlərdən danışır. Baxın, mənə maraqlı olan sual budur. Niyə biz insanlar, gəlin sualı belə qoyaq, bizə Ramiz Mehdiyev lazımdırmı ümumiyyətlə? Ramiz Mehdiyev indi xəyanətlə ittiham olunub, doğrudur, doğru deyil. Bu şəxsən biz cəmiyyətə mən düşünürəm ki, lazım deyil. Gerçəkdirsə zaten cəzasını çəkəcək. Deyilsə də yenə hər şey öz qaydasında olacaq. Amma bizim problemlərimiz xalq olaraq, cəmiyyət olaraq biz problemi olduğu kimi qalacaq. Nə problemimiz düzələcək, nə də Ramiz Mehdiyev xəyanətdə ittihamı olunursa bizim problemlərimiz düzələcək bəyəm və yaxud da olunmursa problemlərimiz azalacaq, azalmayacaq. Gəlin biz təhsilimiz haqqında müzakirə eləyək, gəlin biz səhiyyəmiz haqqında müzakirə eləyək, gəlin biz deyək ki, bizim haqqımızı vermirlər, bizim filan məmur bizim haqqımızı yeyir, filan deputat çıxıb Milli Məclisdə normal bir söz danışa bilmir. Onun Milli Məclisdə nə işi var ümumiyyətlə? Gəlin biz bunlardan danışaq. Yenə deyirəm, danışmaq lazımdır, bəli, müzakirə etmək lazımdır, siyasi məsələləri və yaxud da bu tipli məsələləri müzakirə etmək lazımdır, demək lazımdır. Eyni zamanda xalq olaraq öz problemlərimizi dilə gətirmək lazımdır. Baxın, bir müddət bundan əvvəl bir neçə problemlər oldu. Bildiyiniz kimi nəqliyyat vəsitələri, metro və avtobusların gediş haqqı qiyməti qalxdı. Ondan əvvəl məsələn bir çox problemlər arda-arda öz zəncirvarı olaraq baş verdi və cəmiyyət də 3 gün, 5 gün hər problemi müzakirə etdi və sonradan yenidən hər kəs öz vəziyyətinə qayıtdı. İndi də bu Ramiz Mehdiyev məsələsi gündəmə müzakirəsinə çevrilib. Dediyim kimi, bu məsələləri müzakirə etmək lazımdır, amma gəlin ilk öncə öz haqqımızı tələb edək və öz problemlərimizdən danışaq. Gündəlik olaraq danışaq. 3 nəfər, 5 nəfər bu günlərdə, bax, sırf bu gün ərzində, dünən, bugün, o birisi gün 3-5 nəfər yığışan kimi Ramiz Mehdiyevdən danışırlar. Onun əvəzinə bir danışdıq, onun əvəzinə öz təhsilimizdə olan problemlərdən danışaq, o səhiyyəmizdə olan problemlərdən danışaq, gənclərimizin vəziyyətindən danışaq, işsizlikdən danışaq, bir-birimizin haqqının yeyilməsindən danışaq. Amma biz bunlardan danışmırıq, bizə maraqlı deyil. Nədəndir, onun da səbəbini bilmirəm. Mənə də maraqlıdır ki, cəmiyyət olaraq niyə özümüzə maraqlı deyil, amma hansısa bir vaxtı ilə məmur olmuş bir şəxsin doğrudan da bu xəyanət eləyib yoxsa etməyib, o maraqlıdır bizə. Amma mənə elə gəlir ki, o maraqlı olmamalıdır. Bizə öz xalqımızın, öz dövlətimizin, öz millətimizin gələcəyi maraqlı olmalıdır, təhsili maraqlı olmalıdır və digər məsələlər maraqlı olmalıdır. Təşəkkür edirəm dinlədiyiniz üçün, çox sağ olun.